1989-cu il. Nəzərə alsaq ki, Sovet dövrünün çöküşü idi. Milli azadlıq hərəkatı baş qaldırmışdı. Məhz həmən dövrdə 1989-cu ildə bu əsər Bayram Qasımxanlı tərəfindən yaradılmışdı. Texniki olaraq linogravüradır. 1989-cu ildə müəllif Bayram Qasımxanlı, əsərin adı Gənc Məhəmməd Əmin. Bildiyimiz kimi bu il Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibəti ilə Cənab Prezident Ali Baş Komandan İlham Əliyev tərəfindən sərəncam verilmişdi. Məhz bu yubileyin qeyd olunması ərəfəsində bizim muzeyimiz bu cür unikal bir hədiyyəni əldə etdiyinə görə xüsusilə bizim görkəmli sənətkarımız, rəssam Bayram Qasımxanlıya öz dərin təşəkkürümüzü bildirir və onun digər muzeyimizə olan hədiyyələri barədə də maraqlı videolar çəkməyə davam edəcəyik. Sən bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan.